Salam değerli dostlar, hər vaxtınız xeyir olsun. Tarix fənni üzrə maraqlı bir sualla qarşınızdayıq. Ümid edirəm ki, qarşıdan gələn miqrə sertifikasiya imtahanında dostlarımıza bir köməyimiz dəyər. Deməli, sual belədir ki, Azərbaycanın və regionun orta əsrlər tarixinə dair verilmiş hadisələrin daxili məntiqi ardıcıllığını tamamlayan bəndi müəyyən edin. 1. Rəvadilər sülaləsinin idarəsinə son qoyulması. 2. Səlcuq imperiyasının parçalanması nəticəsində İraq Səlcuq Sultanlığının yaranması. 3. Eldənizlər Azərbaycan Atabəyləri dövlətinin süquta uğraması. 4. Variantlar var. Hülakülər dövlətinin parçalanması və Cəlalilər dövlətinin yaranması. Əmir Teymur B. Əmir Teymurun Azərbaycana 3 illik yürüşünün başlaması və yerli feodalların müqaviməti. C. Şirvanşah 1-ci İbrahimin Teymurlərdən asılılığı qəbul edərək daxili müstəqilliyin qoruması. D. Çormoğun Noyonun rəhbərliyi ilə Monqolların Azərbaycana ikinci yürüşünün başlaması. E. Cəlaləddin Mənqurinin yürüşləri nəticəsində Marağa rəsədxanasının dağıdılması. Gəlin bu sualları, variantları bir-bir təhlil eləyək. Deməli, dəyərli dostlar, burada A variantı səhvdir. Niyə səhvdir? Çünki Hülakülər dövlətinin parçalanması və Cəlalilər dövlətinin yaranması xronoloji məntiq olaraq bu zəncirdən çox sonraya 14-cü əsrə aiddir. Çünki Hülakülər dövləti 1357-ci ildə parçalanıb. Deməli, A variantı doğru deyil. B variantı da doğru deyil. Əmir Teymurun 3 illik yürüşü 14-cü əsrin sonlarına aiddir. 1386-1389-cu illər. 1225-ci ildəki süqutun birbaşa davamı ola bilməz. C də səhvdir. Şirvanşah 1-ci İbrahimin Teymurdan asılığı qəbul etməsi. Bu, Eldənizlərin süqutu ilə bağlı deyil. Teymurun yürüşlərinin nəticəsidir. 1386-cı il. Burada doğru cavab D variantıdır. Çormoğun Noyonun rəhbərliyi ilə Monqolların Azərbaycana ikinci yürüşünün başlaması. Gəlin E variantına da baxaq. Cəlaləddin Mənqurinin yürüşləri hələ Marağa rəsədxanası tikilməmişdən əvvəl idi, 1225-də. Marağa rəsədxanası daha sonra 1259-cu ildə Hülakü xanın əmri ilə Nəsrəddin Tusi tərəfindən tikilib. Bu variant tamamilə tarixi təhrif edilməsidir. Deməli, məntiqi ardıcıl olacaq D variantı. Sağ olun, gecəniz xeyrə qalsın.